Deməli dostlar, gəlmişik. Deməli, gedirik Alban qəbirstanlığına. Yavaş, tamam. Gəlmişik deməli dostlar. İcra hakimiyyətinin yanında düşdük. Girdik bazar storu. Alışveriş elədik, nə bir su, stakandır, belə şeylərlə aldıq. Dağçılıq saldıq bir sözlə. Çıxanda da beşlərimizin çoxsunu qoyduq. Yəni yarısını qoyduq ora. Şimdi gedirik Alban qəbirstanlığına. Görək indi orada başımıza nə iş gələcək bu ləlöyünlə. Səfər necədir? Əsl sənin yerində. Bu nədir burada? Qostdur. Bunun haqqında danış görüm biraz izləyicilərə. Danış. Fikrimcə bu Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibində biraz hündürdən danış. Bir şeydir. Hə. Çünki qoç simvolik rəmz olaraq ona aid və sırf onların qəbir üstü abidələri çox xas olan bir şey. 14-15-ci əsrlərə aid hesab olunur. Bayaq məlumat lövhəsində qeyd olunduğu kimi. Hə. Amma daşyonma sənətinin tarixini nəzərə salsaq, bu eradan əvvələ qədər də gedib çıxa bilər. Amma yonma üslublarına fikir versək, üstündə ərəb yazıları, eyni zamanda fiqurlara nəzər yetirsək, bu yəni dediyim kimi 14-15-ci əsrlərə aid bilər. 14-15 deyirsən sən. Bu nədir bəs bu belə? Bu daş qutu qəbirdir. Daş qutu qəbir. Göründüyü kimi bayaq məlumat lövhəsində qeyd olunur. Daş qutu qəbirdir. Yəni maraqlı bir şeydir. Bu neçənci hansı illərə şeydir? Seni qaldırıb baxmaq olar, gətir parçaları var. Hə. Bu hara aiddir? Bu da yəni bu kompleks olaraq 14-15-ci əsrlərdir. Bəli dostlar, indi Cəfərin növbəti mühazirəsinə qulaq asacaq. Nümayiş olunan daşlar tikintide istifadə edilmişdir. Ortası dəlik kvadrat formalı və oturacağı enli yuxarı hissəsi dar olan daşlar isə sütun atlığıdır. Erməni və 4-cü əsrlərə aid olunur. Üzərində quş şəklləri, pəncərələr, quşlara, heyvanlara sahib Yumru daşa bax bu. Bu sütun atlığıdır. Buna bax bu yup yumru deyil. Sütun atlığıdır. Bax məsələn, bunlar hamısı sütun atlığıdır. Hə, sütun atlığı. Hə. Məsələn, bu sütunu elə bir şey geydirilir bura. Bunları nə ilə oyublar, düzəldiblər? Məsələn, orada Güzel. 4-cü əsrlərə aid Ham-hama düzəldiblər. Maraqlıdır. o dövrün şeyinə görə, texnika və texnologiyasından, yəni bu kimi şeyləri həyata keçirmək həqiqətən nadir bir şeydir. Gedirik indi növbəti kəşfimizə. Sabahınız xeyir uşaqlar. Ağzın açılır. Gez oyanmışıq bugün. Cəfər məndən qabaq oyanıb. Bax, mənzərəyə bax. O da oradadır. Seyirdə uşaq. Həmişə açdığımız kafeyə. Oradan gəlirsən.
Salam dostlar, deməli bu günləri biz çıxacağıq qabağımızda qarşıda təpə var. Axşam saat 7-yə qalıbdı. İstəyirik qarşıda təpə var, ora çıxaq. Yenə düşün qabağa. Bura. Yenə düşün qabağa. O təpəyə çıxmaq istəyirik. Deyərsən ki, Cəfər. Necə? Yenə düşün qabağa dedim, Cəfər deyərsən Cəfər apardı. İndi gedəcəyik, izləmədə qalın. Bir daha məndə də. İzləmədə qalın. Qəşəng videolar çəkəcəyik. Çox gözəldir buralar. Yenə qabağa istəyirsən. Deməli dostlar, çıxdıq bura qədər. Baxın, Çadırımızda görürsünüz. oradadır, uzaqda. Bilmirəm, görünür yoxsa yox. Ağacın yanında. Hə. İndi gedirik yuxarı. Qarşıda bir şəlaləmiz var. Ha, qarşıda şəlalə var. Buradan da görünür məncə. Kamerada bilmirəm necə düşür. Şəlalənin suyu da buradan belə axır. Zəfər, gəl bu tərəfdən qalxaq. Ora yuxarıdır da, çox dikdir. Hə, ağacların arası ilə gedərik. Şəlaləni də görüb keçərik oradan. Getdik. İnsanı çox yorur. Fiziki hazırlıq çox önəmlidir. Çox hazırlıqlı gəlmək lazımdır belə yerlərə əslində. Qalxdıq zaman sərinliyir, havası qəşəngdir. Dostlar, belə yuxarıda sizlə yenidən görüşəcəyik. İzləmədə qalın. Deməli dostlar, gəldik bu səviyyədəyik artıq. Burada artıq ağaclara çatmışıq. Ağaclardan tuta-tuta gedə qalxacaq. Quzğun Qaya zirvəsidir. Oranın adı. Biz o qayanı tərk edəcəyik. Zambax. Oradan yol var. Yaxşı. Göbələk onsuz da yabanı olur da. Coğrafiyaçı. Bu erkək qıcıdır. Geç. Ahirət qalxır. Çələk, telefon. Çox deyil. Hani? Bir 4 kilo. Bir orada, bir orada. Şurada, ha. Meşə çiyələyi. Neyse. Çox çətindir. Amma burada tər tökmürəm. Ucarda düz yerdə gəzdiyim yerdə elə bir vedrina su tökürlər başımdan. Amma burada dağdırmamışam mən. Düz səhv edirəm. Burada heç bezmə deyil. Ona görə cəmaət Qəbələyə gəlir də. Getdik. Belə əslində çəkmək istəyərdim yolumuzu. Amma qalxa-qalxa çəkmək çox çətindir. Ona görə hissə-hissə çəkəcəm. Dostlar, baxın. Gəldik, çatdıq. Belə qayalıqdır. Çömçəli bulağın mənbəyi deyəsən buradır. Dəhşətli bir şeydir. Geridə qalanda bura görünmür, amma ki çox dişdir də, yəni.
Ya dağın paralelinə tutum birincisində hardayam. Baxın. Bax bu qayanı qalxdıq biz. Ya belə şey yoxdur da Azərbaycanda, yəni heç bir YouTube kanalında belə şey yoxdur. İndi videonu saxlayıram, davam edək sonra çəkəcəm. Baxın uşaqlar. Baxın baba. Belə baxanda qayadır da. Ovulur, tökülür. Yəni təhlükəlidir. Belə şeylərdən ehtiyatlı olun. Buna bax. Ha buradan düşdük biz. Belə şəlalə. Artıq axşam düşür. Heyf ki zirvəyə uzun qayaya getmək istəyirdik. Heyf ki ora çata bilməyəcək. Təəssüf. Ha? Dostlar qalmışıq Yeşədə. Axşam düşürdü. İstəyirik suyu izləyərək gedək. Amma çox çətindir. Yəni düşməyə qalxmaqdan çox çətindir, daha çətindir. Adam sürüşür. Oradan bəri bu dayandığım yerə qədər sürüşmüşəm. Ağac saxlayıb məni, yox bu ağac. Dayandırıb yəni. Qalmışam burada. Zəfər ehtiyatlı ol. Belə bilmədən başqa. Dalmışam burada. Tapdım. Yaxşı bir dəqiqə. Dalmışam burada uşaqlar. Mən deyəsən düşə bilməyəcəm. Oradan videomu götürüp şey yersin, bakabilirsin. Ha? Hadi bundan çəksən. Motofa gelmiş. Geldi, kayıttı. Bu bize hayatta verilen hiçbir bilgi. Çəkən lazımdır da, yəni sadəcə. Başımda yəni aksiyon kamerası olsaydı görəcəkdik. Oradan nə zülümdən çıxdım. Yani biz Alpines təcrübəsi. Yəni sıfır yox. O şeyləri getdik. Ay yox, ağılsızlıq idi. Həqiqətən ağılsızlıq idi. Birincisi bir dənə onu başa düşdüm ki, qaya ilə nə çıxılar, nə də düşülər. Özə şəlalə axan qaya onlar ovulurmuş. Ben en büyük korkum bilsən nə idi? Şəlalənin kanyonunda ölmək. Yəni yıxılaram birdən ayağım sürtədə. Başım dəyər daşa. Ha. O çox pis şeydir. Yəni bildiyin başın dəydiyi nə bir tane. Bütün beyin, kəllə beyin sümükləri zadı hamısı gedir də. Biz burada deyilik Cəfər. Qalxmalıyıq ha. Gəl yolla qalxaq. Ay çol-çosaq batmaq istəmirəm. Yaxşı qutardı. Bir orada bir də o şəlalənin ortasına keçdim. Ayda. Orada dedim ki, da, yəni ki, Cəfər get, kömək çağır. Mən burada gözləyirəm. Cəfər olan nəsə keçdi. Keçmədim. Sən də elə mənə kimi keçdin də. Mən kimi keçdim, prosto mən. Bir də o şeydən, o qayanın o şiş ucu vardı. Hə, orada sallaşıq qaldım. Sən orada, prosto orada heç nə demədin də. Mən orada rahat keçdim. Mən düşündüm deyəndə, hadisə dedim ki, keçəsən amma. Sən bəlkə boyun uzundur biraz məndən ona görə. Mən dizim, iməliyyatını yapışdığım şeydən. Mən ayaqlarımı yapışmağa... Dizim şeydən.
yer yox idi. Ha, orada sallaşılı qaldım. Hə. Gedək. Hı? Uzun qaya bağlı. Hə də, bilirəm. Gedirik dostlar. Geri dönürük. Bəli dostlar, Ağdaşdan hal-hazırda Göyçaya gedirik. Az qalır. Biraz da getsək çatacaq ucağa.